Bakıda İslam Əməkdaşlıq Təşkilatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşləri Həmkarlar İttifaqı Respublika Birliyinin birgə təşkilatçılığı ilə iş yerində gender bərabərliyinin idarə olunması mövzusunda təlim təşkil olunub. Gender məsələləri üzrə ekspert Pərvanə Məmmədova tərəfindən keçirilən təlimdə dövlət qurumlarının əməkdaşları iştirak ediblər. Tədbir idarəetmə səviyyəsində çalışan mütəxəssisləri gender sahəsində yeni çağırışlarla bağlı məlumatlandırmaq məqsədini daşıyıb. Təlim çərçivəsində keçirilən sessiyalarda gender bərabərliyi, inklüzivlik və ayrı seçkiliklə bağlı əsas anlayışlar üzrə təqdimatlar edilib, interaktiv məşğələlər təşkil olunub. İş yerlərində gender bərabərsizliyinin səbəbləri, iş-həyat balansı, rəqəmsallaşma və hibrid iş modelləri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qrup təqdimatları ekspertlər tərəfindən qiymətləndirilib. Genderə həssas kommunikasiya, inklüziv liderlik, təhlükəsiz iş mühiti və qabaqlayıcı tədbirlər üzrə nəticələr iştirakçılarla bölüşülüb. Sonda təlim iştirakçılarına sertifikat təqdim olunub.